Artıq yay tətili günləri başlayıb. Hər il olduğu kimi bu ildə yay mövsümünün gəlişi ilə əlaqədar ənənəvi olaraq vətəndaşlar həm Azərbaycan hüdudlarından kənara, həm də bölgələrə axın edirlər. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da daxili və xarici turistlərin səyahət etdiyi istiqamətlərdə artım müşahidə olunur. Yay ayları ərzində xüsusilə təbiətə, istirahət və əyləncə mərkəzlərinə maraq artıb. Eyni zamanda mədəni, tarixi yerlərə yönələn turistlərin sayı da əvvəlki illərlə müqayisədə yüksəlib. Dövlət Turizm Agentliyinin media və ictimaiyyət əlaqələr sektorunun müdiri Gülnar Mustafayevanın açıqlamasına görə Bakı Şimal, Bakı Şimal-Qərb, Bakı-Qərb, Bakı-Cənub turizm istiqamətləri daha çox turist cəlb edir. Yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü kimi turizm sənayesində canlanma və turistik səfərlərin artması ilə müşahidə olunur. Yay aylarında istər daxili turistlər, istərsə də xarici turistlər daha çox təbiət turizmi ilə seçilən ərazilərə səfər etməyə üstünlük verirlər. Bu baxımdan Bakı Şimal, Bakı Şimal-Qərb, Bakı-Qərb, Bakı-Cənub turizm dəhlizləri istiqamətində yerləşən və təbiət turizmi ilə, ekoturizm imkanları ilə seçilən əsas turizm destinasiyaları və həmin istiqamətlərdəki turizm mərkəzləri daha çox turist cəlb edir. Xüsusilə Yaxın Şərq, Şimal-Şərqi Asiya və Avropa ölkələrindən gələn turistlər daha çox yay aylarında ölkəmizə səfər edirlər. Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycana 979 mindən çox xarici ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,5% artım deməkdir. Son olaraq qeyd edək ki, ölkəmizdə müxtəlif bölgələrin füsunkar təbiəti, meşəliklər, dağ çayları və lüks otellər həm yerli turizmin inkişafına, həm də bölgələrin sosial-iqtisadi yüksəlişinə töhfə verir.